və borcu bitirdik. Bugün Xəzərlənkaranın 5 milyon yenidən qurduq partisinə xoş gəldiniz dostlar. Bəli, part 1-də borcu silə bilməmişdik. Bu part 2-də silməyə çalışacağıq. Çünki bu sezon borcu silməliyik. Kadromuz ən son belə idi, gördüyünüz kimi. Bəli, belə idi. İndi sabahla oynayacağıq. Belə yəni ən son burada qalmışdıq mən bilən. Sabahla oynayalım. Başlayaq. Və bir bura qaldıq sabahlar. Çox başlayalım. Makarat videoları. Birinci sıradayıq və təşrif gəldik işletmə pəncərəsində qapıcımıza. CD Alovera. Satıram onun yerinə qəşəng qapıcı alır. Və satdım, indi yeni qapıcı almalıyam qəşəng. 22 yaş altı. CD Alovera sat getsin. Unutmuşam satmağı. İndi qalicala. Elden Lloyd burada gözümədəydi. Yox, Pedro yox. Elden Lloyd gözümədəydi. Təşrif verək. 239 minə qəbul elərlər. Və qəbul edildi. Yeni transfer. Elden Lloyd bizdədir. Bəli dostlar, Elden Lloyd artıq bizdədir. Daras Publika ilə Aras Naxçıvan oynayıb. Suya düşdü. Elden Lloyd sakatlandı. Ayda. O pis oldu. Onun yerinə Qəfərov keçdi. Vasif Qəfərov onun yerinə keçdi. Dostlar, borcun yarısını qapatmaq lazım. Vaxtı gəldi. Artıq o vaxt gəldi. Borcun hamısını siləcəyik dostlar. Satış elədik və borcumuzu artıq sildik. Əvvəldə təklif var, yox rədd edirəm. Yəni rədd elə. Yəni bütün satış elədik. İcarəyə götürdük biraz oyuncuları da və takım çox pis oldu. Gənc çox adam satdım və gənc akademiyaya biraz elədim. İcarəyə götürən oyuncuları götürdüm və çox pis oldu biraz. Takım çox pis oldu, dağıldı takım. İlk əvvəldə oynayırıq. Kəbəzər çıxarı dostlar. Və dostlar, video burada sonlanır. Və artıq borcu silmişdik. Çox tərləmişdim, amma görüş otağına gedib bunu göstərməliydim. Sağ olun dostlar.